Salam dostlar, hər vaxtınız xeyir. Deməli dostlar, bax mart ayının ikisi, ayın tarixini də qeyd eləyirəm. Deməli, bax cərgələr də çəkim göstərim sizə. Deməli, cır gilas, yəni ştillərini köçürürük. Bitomnikdən çıxardığımız tinkçilikdə, yəni balaca qalıb bunlar, yəni calağa gəlməyən cırlardır. Bunları köçürürük bir cərgəyə. Üstündə demək olar ki, bir dənə də olsun saçaq kök yoxdur. Bax bu formada hamısını bastırıram bax bu cərgədə. Bax bu formada bastırıram. Baxın dostlar, üstündə demək olar ki, kök yoxdur. İndi inşallah mart ayının ikisidir. Mən bu videonu saxlayacağım təxminən hardasa may ayında. May ayında bu videonu göstərəcəm. Yəni bitmə formasını. Bir yerdə inşallah baxarıq. Yəni bunların inkişafına, yəni əmələ gəlib gəlməməyinə. İnşallah təxminən hardasa mart ayının ikisi, aprel, may ayının. Təxminən 2 aydan sonra bir yerdə sünən baxacağıq görək. Bunlar hamısı bitib yoxsa yox. Demək dostlar, aprel ayının 18-i, baxın bu da nəticə. Düzdür, biz may ayında bunu paylaşmalıydıq. Amma yəni may ayına artıq ehtiyac qalmadı, çünki artıq tam olaraq yəni ayılıb bütün cırlar. Bu da dostlar nəticəsi. Maşallah olsun. 2000-dən yuxarı bax bu əraziyə cır köçürmüşük. Yəni tinkçilikdə zəif qalıb bura köçürmüşdü. Özünüz də gördünüz, yəni birinci videoda ki, demək olar ki, üstündə heç bir dənə də olsun saçaq kök yox idi. Baxın, demək olar ki, təxminən bir 70-80%-də yəni saçaq kök yox idi. Bu da nəticəsi, maşallah olsun, hamısı ayılıb.